Hər kəsə salam olsun qızlar, hər vaxtınız xeyir olsun. Deməli, məncə bu yeməyi hər kəs tanıyır. Dom yan, əgər düzün adı tələffüz elədimsə bu yeməyin adını. Dom yanı mən çox vaxt görürdüm ki, Taylandlılar bunu necə bəhbəhlə yeyirlər. Və mən də dedim ki, niyə gəlib Taylanda gəlmişkən, niyə də bu yeməyin dadına baxmayım. Ona görə gələn kimi ilk elədiyim sifariş elə bu yemək oldu. Və dadına baxdım. Çox dadlıdır, çox dadlıdır. Azərbaycanda bunu yesəydim məncə bu qədər dadlı olmazdı. Amma bir şey də var ki, buraya gəldiyimdə öyrəndiyim tək şey Tayland, Asiya ölkələrinin bütün yeməkləri, ədviyyatları bol olur. Bütün yeməyi sadəcə dadını ədviyyatla öldürürlər. Ya da ki, belə bir şey deyim sizə, düyünün dadı olmur, sıfır duzsuz, amma ətləri və ya toyuqları və ya heyvan yeməkləri isə onlar biraz daha baharatlı olur. İndi tam olaraq sözümü izah eləmədim çünki tələsirəm. Ona görə videosuz da saxlamaq istəmədim sizi.